Salam şagirdlər, mən Allahverdiyeва Nərmin müəllimə. Bu videoda mən sizin üçün 8-ci sinif yeni biologiya dərsindən cinsiyyət sistemi bölməsindən olan insan cinsiyyət sistemi mövzusunun izahını paylaşacağam. Bundan əvvəlki bölmələrdə, yəni mövzularda biz heyvanlarda olan cinsi və qeyri-cinsi çoxalmadan danışdıq, bitkilərdə olan cinsi və qeyri-cinsi çoxalmadan danışdıq. İndi isə insanda olan cinsi çoxalmadan danışacağıq ki, insanda qeyri-cinsi çoxalma baş vermir. Cinsiyyət ümumiyyətlə cinsi çoxalma prosesi qadın və kişi cinsi hüceyrələrin birləşməsi ilə başlayır ki, bu cinsi çoxalma prosesidir. Cinsi və qeyri-cinsi çoxalmanın bir sıra fərqlərini bundan əvvəlki bölmədə izah etmişəm. Sadəcə bir fərqi qeyd edəcəm ki, qeyri-cinsi çoxalma zamanı burada adətən bir fərd iştirak edir, bir dənə calaqdan başqa calaqda 2 fərd iştirak edir və əmələ gələn fərd ananın, yəni nədən əmələ gəlibsə o fərdin xüsusiyyətini daşıyır. Amma cinsi çoxalma zamanı 2 fərdin iştirakı ilə baş verir. Sadəcə partonogenez fərqlidir, yəni orada bir fərd iştirak edir və əmələ gələn fərd cinsi çoxalma zamanı əmələ gələn fərd həm atanın, həm ananın xüsusiyyətlərini daşıyır. Çünki burada həm atanın, həm ananın qametləri birləşir və həm atanın, həm ananın xüsusiyyətlərinə uyğun olur və yeni dəyişkənlikdə, yeni xüsusiyyətlər də yarana bilər ki, bu da irsi dəyişkənlik adlanır. Və cinsi çoxalma prosesində qadın və kişi cinsi hüceyrələri, eyni zamanda belə deyək, qadın və kişi cinsiyyət orqanları iştirak edir. Və bu kişi cinsiyyət orqanıdır. Kişi cinsiyyət orqanı toxumluqlardan, toxum hissəciklərindən, sonra prostat vəzindən, toxum çıxarıcı borudan və xarici cinsiyyət orqanından ibarətdir. Kişilərdə sidik kanalı həm sidiyin xaric olmasında, həm də spermanın xaric olmasında iştirak edir. Qadınlarda isə fərqlidir. Və toxumluqlarda belə deyək ki, xüsusi bədən boşluğunda yerləşmir, bədən boşluğundan xaricdə yerləşir. Bunda belə deyək də yerləşməsi ona görə belə baş verir ki, onlar bədən temperaturunun aşağı temperaturda olmalıdır ki, əmələ gələ bilsin, yəni nisbətən soyuq olmalıdır. Ona görə bədəndən xaricdə yerləşir və toxumluqlar dəri ilə əhatə olunmuşdur və burada spermatozoidlər formalaşır. Baxın, burada spermatozoidlər formalaşır. Ondan sonra toxum çıxarıcı boru vasitəsilə gəlir toxum hissəciklərinə, oradan prostat vəzinə daxil olur ki, orada o əmələ gələn xüsusi hormon, belə deyək də, xüsusi maye vasitəsilə qarışır və əmələ gəlir sperma və bu da sidik kanal vasitəsilə xaric olur. Və ümumiyyətlə deyirik ki, kişi cinsiyyət orqanları həm hormon ifraz edir, həm hüceyrə ifraz edir. Əgər spermatozoid ifraz edibsə, əmələ gətiribsə, bu deyirik ki, artıq hüceyrə əmələ gətirmiş olur və bu qana ifraz olunmur. Amma hormon olaraq testosteron hormonu ifraz edir ki, bu da ikinci cinsi əlamətlərin əmələ gəlməsinə səbəb olur ki, yəni bu artıq cinsi yetişkənlik dövründə oğlanlarda əmələ gələn bir hormondur. Yəni formalaşan, fəaliyyətə başlayan bir hormondur və bu da səsin qalınlaşması, bədəndə tüklərin artması kimi, eyni zamanda çiyni hissənin genişlənməsi kimi, belə deyək də, proseslərin baş verməsinə səbəb ola bilir. Ondan sonra kişi cinsiyyət sistemindən bu qədər. Sonra bir də onu qeyd edək ki, bu spermatozoidlər prostat vəzi ilə qarşında sperma əmələ gətirir ki, bu sperma şəklində xaric olur və prostat vəzi mayesi o spermatozoidlərin hərəkətliliyini artırır. Yəni hərəkətliliyini artırır və onu spermaya çevirir və eyni zamanda deyirik ki, 1 kub santimetr spermanın tərkibində 20 milyondan 60 milyona qədər spermatozoid olur ki, bunlar da təbii ki, hamısı maylamada iştirak etmir. Sonra keçirik qadın cinsiyyət orqanlarına. Deməli, qadın cinsiyyət orqanlarına yumurtalıqlar, uşaqlıq boruları, uşaqlıq boynu, uşaqlıq yolu və xarici cinsiyyət orqanları aid edilir. Və qızlarda cinsi yetişkənlik 10-12 yaşlarından başlayır və bu proses yumurtalıqlarda yumurta hüceyrənin başlanması ilə, yumurta hüceyrənin yetişməyə başlaması ilə, yetişməsi ilə başlayan bir prosesdir. 10-12 yaş aralığında artıq bu proses baş verməlidir. Gecikirsə artıq bu normal hal deyil də. Yəni normalda 10-12 yaş aralığında artıq baş verməlidir. Qadın cinsiyyət orqanları da həm hüceyrə, həm hormon ifraz edir. Hormon ifraz edirsə bunu qana ifraz edir və qana ifraz etdiyi hormon progesteron hormonudur və eyni zamanda belə deyək, estrogen hormonudur ki, progesteron hormonu bu artıq başqa proseslərin
baş verməsinə kömək eləyəcək və estrogen hormonu isə ikinci cinsi əlamətlərin əmələ gəlməsinə kömək eləyir ki, bu da yəni qızlarda səsin incəlməsi, süd vəzlərinin böyüməsi, bədənin qoltuq və qasıq hissələrində tüklərin əmələ gəlməsinə səbəb olur ki, bunlar da ikinci cinsi əlamətlər hesab olunur. Eyni zamanda hüceyrə olaraq da yumurta hüceyrə əmələ gətirir ki, bu da mayalanmada iştirak edir. Kişilərdə spermatozoid mayalanmada iştirak edən hüceyrə, qadınlarda isə yumurta hüceyrə. Və bir də deyirik ki, bu qızlarda yumurtalıq 2 ədəd olur və yumurtalıqlarda yəni anadan olan uşaqlarda, təzə qız uşaqlarında, belə deyil, anadan olandan artıq orada 400 minə qədər yetişməmiş yumurta hüceyrə olur, amma ömür boyu onun 350-500 qədəri yetişə bilir. Yəni bəzən də 350, bəzən də 450, bəzən 500 bu şəkildə yetişə bilir. Bu da oldu. Deməli, yumurtalıqlarda baş verən proses. Ondan sonra dedik ki, bu qızlarda aybaşı sikli baş verir ki, 10-12 yaş arasında. Buna da menstruasiya deyilir. Bu 3 fazadan ibarətdir. Aybaşı fazası və aybaşından sonraki faza və sarı cisim fazası. Aybaşı fazası 4-5 gün çəkir və aybaşından sonraki faza 9-10 gün çəkir. Sarı cisim fazası isə 14 gün davam edən bir prosesdir. Və indi bundan danışacağıq, bu prosesdən danışaq. Deməli, bu ümumilikdə aybaşı sikli adlanır. Yetkin qadın orqanizmində aybaşı sikli 20-30 gün aralığında baş verir. Adətən 28 gün aralığında baş verir. Bəzən elə olur ki, dəyişik ola bilər, amma orta hesabla 28 gündən bir baş verə bilir. 45-55 yaşına kimi davam edir və bu artıq 45-55 yaşından sonra bəzi insanlarda 45 yaşından sonra, bəzilərində 55 yaşından sonra, bəzilərində məsələn 50 yaşından sonra artıq menopauza baş verir ki, bu da aybaşı siklinin dayanması adlanır. Aybaşı sikli dedik ki, 3 fazadan ibarətdir. Aybaşı fazası, aybaşından sonraki faza və sarı cisim fazası. Aybaşı fazası və aybaşından sonraki faza cəmi 14 gün baş verir. Aybaşından deməli sarı cisim fazası isə 14 gün davam edir və olur 28 gün. Aybaşı fazası necə baş verir? Aybaşı fazası başladığı anda artıq folikulun yetişməsi başlayır. Yeni bir folikulun yetişməsi başlayır. Baxın, bu şəkildə aybaşı fazası bitənə qədər, aybaşı və aybaşından sonraki faza bitənə kimi bu folikul yetişir. Və aybaşı fazası 4-5 gün davam edir. Bu müddətdə uşaqlığın sevgi qişası qopub tökülür və artıq yenilənməlidir uşaqlığın sevgi qişəsi, qanaxma ilə müşahidə olunur. 4-5 gündən sonra artıq aybaşından sonraki fazada uşaqlığın sevgi qişəsi bərpa olunmağa başlayır və buna deyir ki, uşaqlığın sevgi qişəsinin bərpa olunduğu faza, uşaqlığın sevgi qişəsi bərpa olunmağa başlayır və 14-cü gün artıq aybaşından sonraki faza bitir. Aybaşından sonraki faza bitdi. Bundan sonra artıq ovulyasiya prosesi baş verir. Yəni folikul partlayır 14-cü günün tamamında və buradan yumurta hüceyrə çıxır. Yumurta hüceyrə çıxır və deyirik ki, baxın, yumurta hüceyrə folikuldan çıxdı və bu folikulda yumurtalıqda yerləşir və uşaqlıq borusunun kirpikli epiteli, baxın, burada kirpikli epiteli hüceyrələr var. Kirpikli epiteli hüceyrələr vasitəsilə tutulub aparılır uşaqlığa. Və bu ovulyasiya baş verdiyi andan sarı cisim fazası baş verir. Sarı cisim fazası başlayır. Sarı cisim fazası progesteron, sarı cisim ümumiyyətlə progesteron hormonu ifraz edir ki, yəni artıq bura yeni, belə deyək də, artıq məlumat ötürülür ki, yumurtalığa, yəni sən artıq burada yeni folikul yetişdirmə. Çünki bir dənə folikul yetişib, onun içərisində yumurta hüceyrə çıxıb, düşüb uşaqlıq borusuna. Sarı cisim fazası başlayır. Sarı cisim fazası başlayanda da artıq progesteron hormonu ifraz edir ki, bu hormonun təsiri ilə məlumat ötürülür ki, yumurtalığa, yəni yeni bir folikul yetişməsin. Bəlkə bu yumurta hüceyrə mayalanmış ola bilər. Mayalanma baş verə bilər də bu yumurta hüceyrədə. Ona görə yeni bir folikul yetişmir. 14 gün ərzində bu deməli yumurta hüceyrə uşaqlıq borusu ilə hərəkət edir,
Sonra uşaq borusu, yəni uşaqlıq borusu hərəkət etməyə 14 gün olmur. Uşaqlıq borusu hərəkət etmək 2-3 gün uşaqlıq borusu hərəkət eləyir, sonra gedir uşaqlığa düşür. Yəni 14 gün bu, yəni uşaqlıq artıq gözləyir ki, belə deyək də, artıq 14-cü günün tamamında sarı cisimə uşaqlıqdan bir məlumat ötürülür ki, bura mayalanmamış yumurta hüceyrə gəlib. Artıq mayalanmamış yumurta hüceyrənin gəldiyini xəbər tutan sarı cisim hormon ifraz eləməyi dayandırır. Ondan sonra yeni bir folikul inkişaf edir. Yəni uşaqlıq məlumatı ötürür sarı cisimə ki, yəni bura mayalanmamış yumurta hüceyrə gəlib. Yəni bu bura hamiləlik baş verməyib. Hamiləlik baş versəydi, uşaqlıq borusunda baş verməli idi. Artıq uşaqlıq borusunda mayalama baş verəndən sonra o mayalanmış yumurta hüceyrə gəlib uşaqlığa düşməli idi. Mayalanmamış yumurta hüceyrə gəlib uşaqlığa düşdüyünə görə sarı cisimə məlumat ötürülür ki, yəni sən yeni bir folikul, sən artıq hormon ifraz eləməyə dayandır və 14-cü günündə sarı cisim hormon ifraz eləməyə dayandırır və yenidən başlayır yeni bir folikul yetişməyə. O yeni bir folikulun yetişməsi də artıq ABC siklinin başlamasına səbəb olur. Deməli, yekun olaraq bir də deyirəm, deməli, ABC sikli 3 fazadan ibarətdir. ABC fazası, ABC-nin sonraki fazası və sarı cisim fazası. ABC fazası başlayanda artıq folikul yetişməyə başlayır. Yumurtalıqda folikul yetişməyə başlayır. ABC fazası uşaqlıqda baş verir. Yəni uşaqlıqda burada ABC fazası baş verir, uşaqlığın seyirli qişası dağılır falan. Bu uşaqlıqda baş verir, amma folikul yetişir yumurtalıqda. Yəni ABC sikli başladığı andan folikul yetişir. Folikul yetişdi, yəni 14 gün ərzində bu folikulun yetişməsi prosesi baş verir. Amma uşaqlığın seyirli qişasının dağılması 4-5 gün davam edir. Yəni uşaq deməli ABC sikli 4-5 gün ərzində aybaşı fazası daha doğrusu 4-5 gün ərzində tamamlanır. Ondan sonra belə deyək də artıq yeni bir folikul gələcək və uşaqlıq o daxili səthini yeni bir folikulu qəbul etmək üçün hazırlayır. Yəni təmizlik işləri görür də. Uşaqlığın seyirli qişası dağılır. Ondan sonra ABC fazası bitir 4-5 gündən sonra. Ondan sonra ABC-dən sonraki faza başlayır. ABC-dən sonraki fazada artıq uşaqlığın seyirli qişası bərpa olunur. Ondan sonra uşaqlığın seyirli qişasının artması, belə deyək, fazası baş verəcək. Buna 14-cü günün tamamında, ABC fazasından sonra 14-cü günün tamamında bu folikul partlayır. Yəni aybaşı və aybaşından sonraki faza 14 gün davam edir. Həmin müddət ərzində yeni folikul yetişir. 14 günün tamamında bu fazaların davam etmə müddəti bitir və folikul partlayır. Partlayır və yumurtalıqda partlayır da. Yumurtalıqdan ondan sonra uşaqlıq buğurlarının ətrafında kirpikopter hüceyrələr var. Onlar tutub bu yumurta hüceyrəni gətirirlər uşaqlığa. Artıq o folikul partladığı müddət partlayan kimi, belə deyək də, sarı cisim hormon ifraz etməyə başlayır. Sarı cisim fazası başlayır. 14-cü gündən artıq sarı cisim fazası başlayır. Sarı cisim fazası belə sarı cisim özü yeni bir hormon, progesteron hormonu ifraz edir. Bu da görürsünüz hormon dedik. Deməli, hara ifraz olunur? Qana ifraz olunur. Artıq bu məlumat ötürür ki, yeni bir folikul hazırlama, bəlkə mayalanma baş vermiş ola bilər. Ondan sonra artıq bu yumurta hüceyrə gəlir uşaqlıq borusuna. Uşaqlıq borusuna mayalama baş verməli idi. Əgər mayalama baş verməyibsə, gəlir düşür uşaqlığa. Bu proses uşaqlıq borusuna hərəkət etmək, uşaqlığa düşmək falan bu 14 gün davam edir. 14 gün ərzində sarı cisim hormon ifraz edir. 14-cü günün tamamında artıq uşaqlıq məlumat ötürür ki, yumurtalığa, yəni sarı cisim fazası sarı cisimdə yumurtalıqda yəni əmələ gəlir. Məlumat ötürür ki, yəni yeni bir yumurta hüceyrənin hazırlaması üçün artıq belə deyək də başlamaq lazımdır. Yəni sarı cisim sən hormon ifraz eləməyə dayandır. Çünki bura mayalanmamış yumurta hüceyrə gəlib. Ondan sonra hormon ifraz eləməyə dayandırırdı. ABC sikli təzədən başlayır. Ümid edirəm ki, anlaşıqlı oldu. Biraz qarışıqdır dərsdir. Bir neçə dəfə qulaq assaz sizin üçün aydın ola bilər. Hansı hissəni aydın izah etməmişəm, yəni sizə aydın olmayıbsa, yorum hissəsində deyə bilərsiniz. Baxın, burada da
Görürsüz, uşaqlığın seykli qişəsi dağıldı. Ondan sonra bərpa olunmağa başladı. 28 gün tamamında artıq və uşaqlığın seykli qişəsi endometrium adlanır. Və bu da belə deyək də artıq bütün bu sikl bitdisə, uşaqlığın seykli qişəsi tam şəkildə hazır olmuş olur və yeni bir yumurta hüceyrəni qəbul etməyə hazır olur. Yeni bir yumurta hüceyrə gəldi, yenə də proses davam etməyə başlayır. Və burada ovulyasiya prosesi və estrogen və progesteron hormonlarının ifrazı göstərilmişdir. Baxırsınız, burada göstərilib ki, estrogen hormonu 14 gün ərzində artır. Ondan sonra yavaş-yavaş həm artıb, azalıb belə azala bu şəkildə tarazlıq bərpa olunur. Amma progesteron hormonu hamiləlik dövründə də ifraz olunur və hamilə olmayan dövrdə də ifraz olunur. Bundan sonraki dərsimizdə artıq hamiləlikdən danışacağıq. Ona görə orada da burada daha ətraflı danışmadım. Orada da progesteron hormonundan danışacağıq. Əgər hamiləlik belə deyək də 14 gün ərzində progesteron hormonu aşağıdır. Ondan sonra əgər hamiləlik baş verərsə progesteron hormonu ifrazı azalır, amma hamiləlik hamiləlik baş verirsə artır, hamiləlik olmazsa progesteron hormonu ifrazı azalır ki, yəni yeni bir yumurta hüceyrə yetişmiş olsun. İndi öyrəndiklərinizi yoxlayın hissəsinə baxaq. Deməli, şəklə əsasən işarələnən hissələrdə aybaşı sikli zamanı hansı proseslərin baş verdiyini izah edin. Əslində bundan danışdıq. Deməli, birinci hissədə yumurtalıqdır. Burada folikul yetişir və sarı cisimdə bu hissədə əmələ gəlir. Folikul yetişdi. İkinci hissə uşaqlıq borusu ilə hərəkət elədi. Belə deyək də, folikul yetişdi, partladı, içindən yumurta hüceyrə çıxdı. Ondan sonra uşaqlıq borusu ilə hərəkət elədi, yəni 2 ilə hərəkət elədi. Sonra da gəldi, düşdü yumurta hüceyrə 3-ə, uşaqlığın seykli qişəsinə, hissəsinə keçdi. Əgər maylama baş verməyibsə, deməli, sarı cisim hormon ifraz eləməyi dayandırır və yeni bir yumurta hüceyrə yetişir. Buna da ətraflı danışmışam deyə çox da geniş danışmıram. Deməli, ikinci sualda kişi orqanizmində sidik kanalının 2 əsas funksiyası hansılardır? Sidik kanalın cinsiyyət sistemi ilə əlaqəsini izah edin. Dedik ki, sidik kanalının 2 funksiyası var. Biri o sidiyi xaric eləmək, bir də spermanı xaric eləmək. Toxum çıxarıcı boru ilə uşaqlıq borunun ümumi və fərqli xüsusiyyətləri hansılardır? Toxum çıxarıcı boru da uşaqlıq borusu da, yəni toxum çıxarıcı boru da uşaqlıq borusu da ikisi də ötürmə funksiyasını yerinə yetirir. Yəni toxum çıxarıcı boru toxumluqları spermatozoidləri daha doğrusu ötürür. Uşaqlıq borusu da yumurta hüceyrəni ötürür. Fərqli xüsusiyyəti ondan ibarətdir ki, toxumluq çıxarıcı borularda maylama prosesi baş vermir, amma uşaqlıq borusunda maylama prosesi baş vermiş olur. İzah bu qədər şagirdlər, hər birinizə uğurlar, sağ olun.